İtaliyada kiçik bir günorta yeməyi nə yeyirəm, gəlin göstərim sizə dostlar. Qeyd etmək istəyirəm ki, İtaliyada restoranlar çox qəşəngdir, əladır, amma mən bir sizə supermarket xəstəsiyəm. Kiçik bir şey alıb göstərmək istədim oteldə tələsik olaraq, çünki başqa yerə gedəcəm. Deməli, belə bir yoğurt aldım. Yoğurtun qiyməti 1 manat, daha doğrusu 1 avro 45 sentə idi, 1.45. Belə meyvə şirələri aldım. Mənə Yupini xatırlatdı, Cansunu xatırlatdı daha doğrusu. Üçünün qiyməti 2 avro 15 sentədir. Cansu haqqında video çəkmişdim. İndi onu da yoxlayarıq. Sonra belə bir kalbasa çörək. Kalbasa çörəyin qiyməti 3 avro 29 sent. Ən bahası sushi oldu. Sushi 15 avroyadır, amma mən həmişə marketlərdən sushi alıram Avropa ölkələrində. Ləzzət edir mənə. Bunu da yoxlamaq istədim. Yəni ki, bunun qiymətinə restoranlardan nəsə almaq olardı. Yəni 30 neçə manat eləyir. Və belə balaca mini kolalar. Kolanın qiyməti 4 avro 25 sent. Yəni bu 6 ədədir. Bunlar hamısı bir yana. Mən əsas bu maraqlıdır. Gəlirəm. Cansu Yupi xatırladır mənə. Baxaq. Avropada bir dənə şey pisdir ki, hər şey kağızdır, bütün çubuqlar. Amma mən Azərbaycandan özümə plastik çubuqlar gətirmişəm. Gəlin. Bəh. İndi isə sushini yoxlayaq. Əslində kassadan çubuq götürməliydim bunları götürməyə. Yadımdan çıxıb fikir verməmişəm. Gəlin yoxlayaq sushilərini. Əlim təmizdir, otelə gəlmişəm, əlimi sabunlamışam. Dadlıdır. İtaliyada hansı fast food yerlərini görmək istəyirsiniz? Elit restoranları bilirsiniz də, onlar mənlik deyil. Mən ancaq fast food yerlərini xoşlayıram. İtaliyada haranı görmək istəyirsiniz? Rəylərdə yazın. Hansısa Amerika restoranlarının, fast food chainlərini rəylərdə yazın. Hara istəyirsiniz, gedib video çəkəcəm. Five Guys'a getmişdim, onu yazmayayım. Bir də ki, burada McDonald's'dan da video çəkəcəm.